فاسألوا أهل الذكر إن كنتم لا تعلمون. Aleykümselam ve rahmetullahi ve berekatuhu. Evlənməzdən öncə şəriətimiz icazə verir ki, evlənmək istəyən qıza və həmçinin də qızın evlənmək istədiyi oğlana baxmasın. Bu şəriətimizdə icazəlidir. Ancaq yaxşı olar ki, ədəblərdəndir ki, əgər bir şəxs bir qızla evlənmək istəyirsə, ona evlilik təklifi göndərincək öncə onu görsün. Əgər ondan xoşu gələrsə, ondan sonra evlilik təklifi ona göndərsin. Yox, əgər evlilik təklifi göndərdikdən sonra qıza baxarsa və qız xoşuna gəlməzsə və rədd cavabı verərsə, bu zaman bu qarşı tərəfə toxuna bilər, xətrinə dəyə bilər və qırğınlıq ola bilər. Buna görə məsləhət olan odur ki, ilk öncə qızı görsün və sonra isə ona təklif göndərsin. Və xasiyyətlər məsələsinə gəldikdə isə hədislərdə də bildirilir ki, xasiyyətləri uyan iki ruh bir-biri ilə evlənərsə, onların evliliyi davamlı olar, bir məna olaraq. Ona görə bugünkü gündə ailənin davamlı olması üçün xasiyyət məsələləri, bir-birlərinin xasiyyətcə uyğun gəlməsi məsələsi də götürmək olar ki, yəni üzərində dayanılması məsələlərdəndir. Və bir şəxsə bir qarşı tərəfin xasiyyətini, onun davranışını ancaq onunla ünsiyyətdə olduğu halda bilər. Və həmçində şəriətimiz icazə verir ki, evlənmək istəyən şəxslə görüşsün, onunla müəyyən dərəcədə şəriətin qoyduğu, icazə verdiyi şəkildə ünsiyyət saxlasın. Birincisi odur ki, əgər kimsə evlənəcəyi qadınla və yaxud da ki, qadın evlənəcəyi kişi ilə görüşmək istəyirsə, təklikdə olmasın. Bunların yanında üçüncü bir şəxs olmalıdır. 4-5 də ola bilər. Əsas məsələ odur ki, onların bir yerdə tək qalmamalarıdır. Əgər üçüncü şəxs varsa, onların bir-biri ilə danışması, bir-birlərindən müəyyən şeylər soruşması icazəlidir. Hətta yaxşı olar ki, yəni əgər kişi, oğlan və qız, onlarda Qurandan müəyyən qədər əzbər varsa, yaxşı olar ki, onlar elə bir-birləri ilə görüşdükləri zaman bir-birlərinə Quran təhvil də verə bilərlər. Bu, onların bir-birlərinə olan məhəbbətini artırar və qurulacaq ailənin xeyir üzərində qurulmasına səbəb olar və həmçinin də şeytanın araya girməsinə maneçilik törədər və ikisini də elmə olan hərisliyini artırar. Və bugünkü gündə alimlərdən, şeyxlardan icazə verən var ki, WhatsApp vasitəsilə də bir-birləri ilə əlaqə saxlaya bilərlər. Ancaq şərt olaraq odur ki, bir qrup olsun və o qrupda ən azı 3 nəfər olsun. Yəni özlərindən başqa bir şəxs də olsun ki, həmənki qrupda istədiklərini soruşa və cavablaya bilsinlər deyə. Ancaq bir-birlərinə təklikdə yazması bu icazəli bir şey deyil. Qızın xəbəri olmadan, bəli, müəyyən yerlərə baxması icazəlidir. Yəni ola bilər ki, qızı başı açıq görsün, amma qızın xəbəri olmadan və yaxud da ki, dizdən aşağı görə bilər. Yenə yaxşı olar ki, qızın bundan xəbəri olmasın ki, əgər xoşa gəlməyən bir şey, bir hal olarsa, bunu qız bilməsin və bundan qırılmasın. Yenə də düzünü Allah bilir. Esselamu Aleyküm və Rahmetullahi və Berekatuhu.